Ümumiyyətlə, son günlər ölkə ərazisində yoluxucu heyvan xəstəlikləri ilə bağlı müəyyən məsələlər gündəmdədir. Həm bu qiymətə birbaşa təsir göstərən amillərdəndir, həm bizim bəlkə sağlamlığımızı təhdid edən məqamlardan da. Elə ona görə də istədik Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsinin rəisi Elşad Cəbrayılovla danışaq. Hər vaxtınız xeyir olsun Elşad bəy. Ümumilikdə Azərbaycan ərazisində yoluxucu heyvan xəstəlikləri ilə bağlı hansı qərarlar qəbul edilib, hansı qabaqlayıcı tədbirlər görülüb? Ümumiyyətlə bununla bağlı mövcud vəziyyət necədir? Salam, hər vaxtınız xeyir olsun. Təşəkkür edirəm. Məlumat üçün bildirim ki, artıq bildiyiniz kimi Dünya Heyvan Sağlam Təşkilatının da verdiyi məlumata əsasən hal-hazırda bir sıra ölkələrdə heyvan xəstəliklərinin yayılması halı müşahidə edilir. Bundan irəli gələrək agentlik tərəfindən də müvafiq tədbirlər, nəzarət tədbirləri həyata keçirilməkdədir. Qeyd etmək istəyirəm ki, heyvan xəstəliklərinin yayılması və xüsusən heyvanların kütləvi satışının həyata keçirildiyi heyvan bazarlarında daha çox müşahidə olunması təhlükəsi riski var ki, agentlik tərəfindən də müvafiq qabaqlayıcı tədbirlərin görülməsi, zoonoz xəstəliklərin qarşısının alınması və ölkə ərazisində bioloji təhlükəsizliyin təmin edilməsi məqsədi ilə Respublikanın baş baytar müfəttişi tərəfindən müvafiq qərar qəbul edilmişdir ki, həmin qərara əsasən də 25 oktyabr tarixindən etibarən ölkə ərazisində fəaliyyət göstərən heyvan bazarlarının fəaliyyəti məhdudlaşdırılacaqdır müvəqqəti olaraq. Eyni zamanda da idxal olunan məhsullara münasibətdə bir sıra məhdudiyyət tədbirləri görülmüşdür ki, belə ki, Gürcüstan mənşəli heyvanların ölkə ərazisinə tranzit daşınması, idxalı məhdudlaşdırılır. Yalnız kəsim məqsədi ilə gətirilən heyvanlara münasibətdə isə onlara icazə verilir və həmin heyvanların da 72 saat ərzində kəsilərək istehlaka təqdim edilməsi qərarı alınmışdır. Elşad bəy, ümumiyyətlə heyvan bazarlarına dair hansı tələblər mövcuddur? Hansı tələblərin əlavə ediləcəyi gözlənilir və indi həm də bundan sonraki mərhələdə hansı tələblərə cavab verən heyvan bazarları fəaliyyət göstərəcək? Mən biləm, bu işin üstünə çox ciddi şəkildə düşülüb və müəyyən problemləri aradan qaldırmaq üçün işlər görürük. Əlbəttə, düzgün qeyd elədiniz. Artıq agentlik tərəfindən, regional bölmələr tərəfindən hər bir regional bölmənin inzibati ərazi vahidində fəaliyyət göstərən heyvan bazarlarının rəhbərləri ilə görüşlər keçirilir və onlara agentliyin baş baytar müfəttişinin həmin müvafiq qərarı təqdim olunub və bildirilib. Onlara eyni zamanda bizim agentliyin kollegiya qərarı qəbul olunub ki, heyvan bazarlarına dair sanitar norma qaydaları mövcuddur ki, bu 2024-cü il tarixində qəbul olunmuşdur və həmin qanun baytar sanitar tələbləri də həmin heyvan bazarlarının rəhbərlərinin nəzərinə çatdırılıb. Bunlara əsasən bildirə bilərəm ki, bazarlara dair tələblər qeyd olunan bazarların hər tərəfdən 1,5 metr hündürlükdə hasarla əhatə olunması, hər hansısa bir heyvanların kəna çıxışı və girişinin qarşısının alınması məqsədi ilə, o cümlədən heyvan bazarlarının giriş və çıxışında dezobaryerlərin quraşdırılmasıdır ki, hansı ki, ora daxil olan nəqliyyat vasitələrinin və piyadaların, o cümlədən də çıxan nəqliyyat vasitələrinin həmin dezobaryer vasitəsilə infeksiyanın qarşısının alınması məqsədi ilə onların dezinfeksiya həyata keçirilməsidir. Əlavə olaraq, mütəmadi olaraq heyvan bazarlarının içərisində dezinfeksiya, deratisasiya işləri mütəmadi olaraq həyata keçirilməlidir. Əlavə olaraq həmin bazarların girişində heyvanların hərarətinin ölçülməsi üçün termometr və çəkisinin ölçülməsi üçün tərəzilər quraşdırılmalıdır. Eyni zamanda müvafiq bölmələr də yaradılması həmin sanitar normalarda nəzərdə tutulub ki, bura baytarlıq nəzarəti bölməsidir, yemlərin saxlanması bölməsidir, tullantıların yığılması bölməsi, əlavə olaraq da xəstə heyvanların təcrid edilərək, sağlam heyvan təcrid edilərək saxlanıldığı ayrıca bir izolyatorların olmasıdır ki, bu bizim sanitar norma qaydalarında müəyyən edilmişdir. Əlavə olaraq eyni zamanda
həmin heyvanların saxlanması üçün onların fizioloji göstəricilərin növünə uyğun olaraq ayrıca ara kəsmələrlə müəyyənləşdirilməsi, eyni zamanda daxil olan heyvanlara dair tələblər də müəyyənləşib ki, buna əsasən həmin heyvan bazarlarına daxil olan heyvanların mütləq şəkildə identifikasiya olunmuş heyvanlar olmalıdır ki, çünki identifikasiya deyəndə biz heyvan xəstəliklərinin profilaktikası və diaqnostikası məqsədi ilə onların izlənməsini təmin edən bir sistemdir ki, bunlar agentlik tərəfindən həyata keçirilir və iri buynuzlu heyvanlara münasibətdə qulaqlarına bir xalanın vurulması və eyni zamanda identifikasiya şəhadətnaməsinin verilməsidir. Gələn heyvanların hər birinin də müvafiq müşahidə edici sənədləri mütləq olmalıdır ki, hansı təsərrüfatdan, hansı ərazidən gəlməsini təsdiq eləsin. Rəşad bəy, bir dənə də sual verəcəm, qısa cavab xahiş edirəm sizdən. Demək ki, mal bazarından, heyvan bazarından daha doğrusu heyvan almaq istəyən şəxslər, onun qulağında bir ka varsa onu əldə edə bilərlər. Əks halda bu mümkün deyil, hə? Belə başa düşdüm. Əlbəttə, yəni heyvanların sağlamlığını təsdiq edən, onun müvafiq peyman vaksinasiya olunmasını identikləşdirilmiş heyvanlara münasibətdə həyata keçirilməsi və alınan həmin o bazara daxil olan heyvanların da identikləşdirilmiş heyvanlar olması tələbi bizim qanunvericiliyə nəzərdə tutulmuşdur. Aydındır, çox sağ olun, təşəkkürlər. Qeyd edim ki, birbaşa bağlantıda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin rəisi Elşad Cəbrayılovla danışıq. Çox maraqlı bir məqamı vurğuladı ki, heyvanların peyvəndlənməsi ilə bağlı onların qulaqlarında xüsusi işarələr var. Amma siz bunu görmüsünüz, yoxsa yox bilməm. Mən heç vaxt bu vəziyyətlə qarşı-qarşıya qalmamışam. Yəqin ki, bundan sonraki mərhələdə hansı ki, xəstəliklərin yayıldığı bir dönəmdə xüsusi nəzarətə alınar sözü gedən məsələ.